Bismillahirrahmanirrahim. Elhamdülillah Rabbil alemin. Hər birinizi salamlayıram, əziz izləyicilər. Mübarək Ramazan ayında sizləri xoş gördük. Allah ibadət, itaətlərinizi qəbul etsin inşallah. Mövzumuz Qur'an-ı Kərimdə imamət məsələsidir. Keçən bəhsimizdə Nisa surəsinin 59-cu ayəsi və yaxud itaət və yaxud ulul əmr ayəsi kimi tanınan ayəni sizlərlə müzakirə etdik. Ayədə işlənən sözlər barəsində sizlərlə ümumi müzakirəmiz oldu və ayəni hissələrə bölərək daha yaxından ayə ilə tanışlığı çalışdım ki, bu tanışlığı sizlərlə müzakirə edim. Bu ayənin, yəni hər hansı bir təfsirə, tarixə müraciət etmədən hər bir şəxsin ələ gətirə biləcəyi bir məsələdir. Yəni, ayə tam olaraq bunu ifadə edir ki, bu ayə Peyğəmbər dünyada olarkən müsəlmanlara 3 dənə itaət yerini göstərir. 3 məqama itaət etmələrinin vacib olduğunu vurğulayır. Birinci məqam mütləqdir, o da Allaha itaət etməkdir. İkinci məqam Allahın izni ilə baş verir, onun rəsuluna itaət etməkdir. Üçüncü məqam da Allahın izni ilə baş verir və bu da mütləqdir, o da ulul əmr, ulul əmrə, əmr sahiblərinə itaət etməkdir. Demək, Qur'an-ı Kərim müsəlmanları üçüncü bir məqama itaət etmək məsələsi ilə tanış etmişdir. Və bu da ulul əmrə itaət etmələridir. Heç şübhəsiz bu ayə nazil olduqda müsəlmanlar ulul əmrin kim olduğunu Peyğəmbərdən soruşmuşlar. Ki, ey Allahın Rəsulu, bu ulul əmr kimdir ki? Heç şübhəsiz tarix və hədis kitablarında müsəlmanların Peyğəmbərə belə bir müraciət etməyə həm haqqı var və həm də praktik olaraq soruşublar. Sadəcə mövzumuz Qur'an-ı Kərimin ayəsini müzakirə etmək olduğu üçün mən o məsələlərə toxunmuram, hələlik toxunmuram. Amma hər bir insan, hər bir düşüncəli insan bunu qəbul edir ki, müsəlmanlar Allaha itaət etməyin mənasını bilirlər. Peyğəmbərə itaət etməyin mənasını bilirlər. İndi üçüncü bir itaət ediləsi məqam onlara bildirəndə heç şübhəsiz onlar Peyğəmbərə belə bir sual veriblər ki, ey Allahın Rəsulu, bu üçüncü itaəti vacib olanlar kimlərdir? Heç şübhəsiz Peyğəmbərin səhabələri belə bir sualı veriblər. Buna görə də Şiə məzhəbi yekdil olaraq ulul əmrin nümunəsini, ulul əmrin kim olduğu barəsində bildirmişlər ki, əmr sahibi Əli ibn Əbi Talib və onun 11 övladıdır. Yəni, bu ayə nazil olduğu gündən ta günümüzə qədər nə qədər Şiə alimi olub, Əhl-i Beyt alimi olub, Əli əleyhissalamın özündən tutmuş digər imamlara qədər onlardan soruşanda ki, ulul əmr kimdir? Deyirlər ki, ulul əmr bizi, yəni Əli əleyhissalam və 11 övladı. Şiə məzhəbində ulul əmrin nümunəsi tam olaraq aydın və açıqdır. Ayənin əhl-i sünnə tərəfindən baxışı, yəni əhl-i sünnə alimləri, müfəssirləri ulul əmrin kimliyi barəsində həm Şiə ilə ixtilafdadılar, yəni Şiələrin dediyini qəbul etmirlər və eyni zamanda öz aralarında da bu ayə barəsində ixtilaf var. Ümumi olaraq 20-dən çox əhl-i sünnə mənbələrində ulul əmrin kimliyi barəsində fikir var. Sual budur, mən belə sual deyirəm, bunları 20-sini də müzakirə etməyəcəyik. Sualım budur ki, bu ayə müsəlmanlara nazil olub. Necə ola bilər müsəlmanlar Peyğəmbərdən, yəni səhabələr Peyğəmbərdən soruşmasın, bu ulul əmri kimdir?
Necə olur bir ayə barəsində 20 dənə fərqli fikir formalaşsın? Məgər sizin fikriniz müəyyən bir mənbəyə, səhabə adlandırdığınız şəxslərə qayıtmır? Yəni səhabə bu ayəni eşidərkən 20 dənə şəxsin olduğunu fikirləşib, 20 dənə fərqli məqamlar fikirləşib. Yəni, nəuzubillah, Peyğəmbər ulul əmri tanıdarkən 5 səhabəyə müəyyən bir söz deyib, 5 səhabəyə müəyyən bir söz deyib, digər səhabəyə fərqli fikir deyib. Yəni, bu fikirlər nədən formalaşıb? Heç şübhəsiz, bütün təəssüb keçdiyi kənara qoysaq, bu ayənin həqiqi nümunələrini qəbul etməmək üçün bunları ortaya atıblar. Yəni, öz fikirləri, öz fərziyyələri. Hər bir halda fərz edək ki, müsəlmanlar əmir sahiblərinin kimliyi ilə bağlı bir qərara gəlməyiblər, fikir ayrılığı var. Fikir ayrılığı varsa, bu fikrin həll olunması, müraciət olunması yeri də olmalıdır Qur'an-ı Kərimdə. Buna görə də ayənin elə özündə, digər ayədə yox, Nisa surəsinin 59-cu ayəsində Allah Teala buyurur ki, əgər bir məsələ barəsində münaqişəyə düşdünüz, mübahisəyə düşdünüz, bu mübahisənin həlli Qur'ana və Allah Rəsuluna müraciət etməklə həll olunmalıdır. Əgər Allaha imanınız varsa, qiyamət gününə imanınız varsa, bu işi görün. Biz Şiə məzhəb olaraq bu ayə barəsində ixtilafımız yoxdur. Əhl-i sünnə öz arasında və Şiə ilə ixtilafdadır. Biz bu ixtilaflara son vermək üçün Allaha imanımız varsa, qiyamət gününə imanımız varsa, bu məsələdə əgər fikir ayrılığındayıqsa, Allahın sözünə əməl etməliyik. Allahın sözü budur ki, münaqişənizi Qur'an və Allahın Rəsulunun vasitəsi ilə sonlandırın. Biz ilk növbədə Qur'an-ı Kərimin sorağına gedirik. Qur'an bu ulul əmri tanıtdırıb, əgər tanıtdırıbsa, necə tanıtdırıb? Hansı formada tanıtdırıb? Nə qədər məlumat verib? Hansı formada məlumat verib? Bu bir, Allah Rəsulunu necə tanıtdırıb? Allah Rəsulu ulul əmr barəsində nə deyib? Ulul əmri kimdir? Və s. məsələləri artıq Allah Rəsulunun, yəni birbaşa indi özündən soruşa bilmədiyimiz üçün onun hədislərinə müraciət edərək bu məsələni İnşallah siz əzizlərlə müzakirə edəcəyik. Demək, növbəti bəhsimiz bundan ibarətdir ki, Qur'an-ı Kərimin digər ayələrində ulul əmr sahibləri tanıdılıb, yoxsa yox, onların xüsusiyyəti nədir? Və eyni zamanda Peyğəmbərin hədislərində ulul əmr tam olaraq kim olaraq tanıdılmışdır? İnşallah bu məsələni müzakirə edəcəyik. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.